Meyxana nədir? Sənət, şou, yoxsa sadəcə bir yarış? Yox, mən deməmişəm meyxana folklor deyilim. Mən kurs işində meyxana, folklor və sənət zəminində. Mənim kurs işim belədir, 2003-cü ildə yazmışam, 2-ci kursda. O iki hissəyə bölünür. Folklor kimi və sənət zəminində. Okey. Onu da xırdalayırsan, oturursan, araşdırırsan ki, Qam Şaman nəzəriyyəsindən gəlir. Allah təvəkkül Səlimova can sağlığı versin. Bizim böyük alim, etnoqraf, dilçi, meyxananı bir də Qorxmaz müəllim. Çox gözəl məqalələri var, onun haqqında araşdırması var, elmi işi var, ondan bir məqalələri var. Meyxana ilkin klassifikasiyası var, ilkin növləri, törəmələri var. Mən buna bağlı verilişində danışdım. Çox təəssüf ki, meyxana haqqında 3 dəfə efirdə müzakirə olunub. Müzakirə demək olarsa. Çox təəssüf ki, 3 də fiyaskodur. Oppozisiya, yəni 2 nəfər oturub buna danışırsa, ya bunu müdafiə eləməlisən, ya da tənqid eləməlisən. Müdafiə elə bilməli nəyə müdafiə, tənqid elə bilməli nəyə tənqid. Bax, problem odur. Mən meyxananın ilkin kökləri var. Yəni, Azərbaycanda 6 şeir məclisi olub da, Qarabağda, Təbrizdə, Bakıda, Şamaxda, Məclis Üns, Məclis Şüara falan. Bakıda olan, Abşeronda olan şeir məclisində kimləri oturmayıb? Ən aşağısı Seyid Əzim kimi adamdır da. Orada meyxanaçı oturub 4 nəfər. Yəni üzrə indiki kimi deyir, necəsən, sənə gəlib meyxana. Yox, o adamlar deyil. Çünki sizin meyxana anlayışınız var, mənim də var. Elə adamlar oturub ki, ən zəifi o adamı yenə deyirəm ha, Seyid Əzim səviyyəsində. O adamlar Atababa Hicri, məsələn Mirzəağam Müsəddiq, məsələn Müştaq, elə adam. Yəni elə adamlar oturub ki, Yağısiyə nəfsi. Bunlar elə adamlardır ki, bunlar İndiki kimi oynaq, nəmnə bəhərində adi rədifli, musiqili meyxana, onlar bunu çaşdırırlar. Qəsidə elə formada ki, yəni onlar onun kökünü qoymuşdular. Sonra oturub meyxananın ictimai-siyasi pozisiyasına baxdıq ki, 20-ci əsrin əvvəllərində Qurubağda, yəni parapet deyirlərdi, indi Nizami heykəlidir də, İncəsənət Muzeyi, Ədəbiyyat Muzeyinin önüdür. Orada meyxana deyirdilər. Və Qaradavoylar gəlib onun ətrafında dayananda başa düşmürük Azərbaycan. Məsələn, durub deyir ki, Aycan Allahın deni, kim gəlir, qaqar. Bunlar insanları hərəkata çağırırlar. Rus bilmir axı nə deyirsən. Və insanlar artıq Balaxanı küçəsində, Köhnə Tutakidə, Krasnovodskda yığılırlar mitinqə. Meyxananın ictimai-siyasi şeyi var, gücü var və s. və ilə. Amma indiki pozisiyada meyxana biz nədir? Biri deyir subkulturadır. Biri deyir lağlağıdır. Biri deyir nə bilim, istedaddır. Biri deyir folklordur. Problem birisi nədir? Mən bunu efirdə demişəm. Əhliman Axundovun şifahi xalq ədəbiyyatı antologiyası var da. Hamısı oradadır, bütün şifahi xalq ədəbiyyatının nümunələri. Sayacı sözlərinə tutulmuş, Əkinçi nəğməsi, hamısı var. Meyxana yoxdur orada. Folklor kimi niyə qəbul olunur ki, yoxdur da burada. Baxın, bir şeyin tarixinin olması, onun əhəmiyyətli olması demək deyil. Yəni, elə şey var ki, 7000 il tarix var. Paleolit dövrü, heç kimə lazım dövrü. Amma elə şey var ki, 14 il yaranım. Bəşəriyyət onun üstündədir, yəni nəfəsimiz onun üstündə. Gör, nə qədər qlobaldır.